Başqa bir faydalı kəlam Allah Rəsulunun sözündən deyir, Allah belə buyurdu. Ey Muhammed, sənin ümmətinə 5 vaxt namazı fərz etdim. Və onunla əhd bağladım ki, kim bu namazları qoruyarsa, mühafizə edərsə, onları cənnətə daxil edəcəm. Kim ki bu namazları qorumasa, mühafizə eləməsə, onunla mənim aramda heç bir əhd yoxdur. Bu hədis göstərir ki, namazlara dəyər vermək lazım. Namazları qorumaq lazımdır. Namazı xuşu ilə qılmaq lazım. Mühafizətus salah, namazı qorumaq. Burada təkcə namazı qılanlardan bu ilə kifayətlənmək lazım deyil. Namazı gözəl qılmaq lazımdır, qardaşlar. Vaxtı-vaxtında rükünləri, vacibatları, müstəhəbləri ilə bərabər. Namazı qıldım, yük düşdü bir əlhəmdülillah, üçüncü namazlar qıldım. Belə yox, sanki namazdan qurtulmuş kimi. Yəni üzərində heç bir şey yoxdur da, əlhəmdülillah namazını qurtardım. Yük düşdü. Nə yaxşı qıldım, gedim yatım. Belə yox, namazdan həzz almaq lazım. Çünki bu namaz elə bir əməldir ki, sənin Rəbbinlə olan, belə deyək də, ünsiyyətindir. Allahla necə ünsiyyətə girə bilərsən? Ya namaz, ya da duadır, düzdür qardaş? Bizim üçün ən dəyərli vallahi bizim namazımızdır. İnsan salih əməllərindən gözəl dost ola bilməz, bu həyatda yadda saxla.